Evində kompüter olmayan bir informatika müəllimi necə dərs keçə bilər? Sizcə hansı daha yaxşı irəli gedir? Əlaçı şagird yoxsa zəif şagird? Qrup yoldaşım dedi ki, mənim 92-ci ildə kompüterim var idi evdə. Bununla belə 30-40 CV back-enddə gəlib, 250-dən çox CV front-enddə gəlib. Biznes qurmaq sadəcə ofisi qurub müdir kimi oturmaq deyil axı. Salam, bugünkü Why and Because podkastımızın qonağı Toğrul Vəli bəylidir. Salam Toğrul bəy. Bizdə bir layihədə ən önəmli səhvlərdən biri biz qonağı təqdim etmirik, qonağın özünü təqdim edir ki, qısıtlanmayaq. Özünüzü təqdim edəsiniz. Öncəliklə salam Toğrul bəy. Dəvətə görə təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm gəldiyinizə görə. Dəvət eləmisiniz. Toğrul Vəli bəyli, Globalsoft şirkətinin rəhbəri və təsisçisiyəm. Həmçinin Globalsoft Akademiyasının təsisçisi və rəhbəriyəm. Həmçinin Mayak nəşriyyatının biznes partnyoruyam. Özüm proqramçı mühəndisəm, Türkiyə Universiteti məzunuyam. Hal-hazırda şirkət rəhbəri həm biznesdə, həm də proqramlaşdırma üzrə təhsil sahəsində xidmət göstərirəm. Ümumiyyətlə Toğrul bəy, sizin kimi biznesmenlər məni sevindirir təbii ki, Azərbaycanda belə biznes sahibləri. Standart çox biznesdə çayxana, moyka, çayxana, alt üstü moyka. Kreativ biznesmenlər məncə Azərbaycanın gələcəyidir. Ona görə də ümumiyyətlə sizin peşənin ümumiyyətlə digər insanlar üçün analizi. Məsəl üçün kütlənin çoxu kompüter mühəndisi deyəndə qaqabını format elə prinsipindən gedir. Onun haqqında bir qısa məlumat alaq. Ümumiyyətlə sahəmiz çox yenidir. Azərbaycan üçün bu daha yenidir. Hansı ki son 10-15 ildə ortaya çıxıb Azərbaycanda belə deyim məşhurlaşıb. Düz dünyada bu illər də olsa da bizə gəlib get satıb. Sahəmiz kreativ sahədir. Proqramçılar ümumiyyətcə yaradıcı adamlardır. Biz incəsənət kimi musiqini və yaxud da şeiri yaratmasaq da biz də kodu yaradırıq. Bizim də yaradıcılığımız bundan ibarətdir. Yeni bir şey yaradırıq. Yeni bir şey yaradırıq və hər bir yaradıcılıq, hər bir nümunə fərdidir. Bizim yaradıcı olmamızın səbəbi bunun hər birinin fərdi olmasıdır. Proqramlaşdırma avtomatlaşdırmadan gəlir. Biz bir problemi görürük, o problemi həll edirik, onu avtomatlaşdırırıq. Bu avtomatlaşdırma həlli də problemlərin yaranması, onu görməyimiz və ona gətirdiyimiz həldəndir. Biz bu həlləri gətirə-gətirə və məsələn ümumiyyətlə bir dənə problemi 10 proqramçıya versəz, hər biri özünə uyğun olaraq fərqli bir formada bunu həll edəcək. Biraz psixiatriya ilə sıx bağlıdır əslində. Yəni bu bir növ yaradıcılıq məsələsidir. Hər kəsin yanaşma şəkli, hər bir mahnını bütün müğənnilər eyni formada oxumur tərzində götürəndə, yəni hərəsinin öz yorumu var. Proqramlaşdırmada da belədir. Hər proqramçının öz yazılış şəkli var və öz yanaşma şəkli var və bu yanaşmaya görə hər problemi həll edir. Ona görə də proqramçı yaradıcılıq işidir. Azərbaycanda bu yanaşma məsələsi isə biraz o IT-şnik məsələsindən gəlir ki, nə iş görsən IT-şnik və yaxud da 90-cı illərdə yaranmış o miflər var ki, kompüter ingilis dilini öyrən, get BP-də işlə məntiqi var idi. Kompüteri bilmək, informasiya texnologiyaları mütəxəssisi olmaq çox geniş anlayışdır. İnformasiya texnologiya bu işin ən başında olan adıdır. İnformasiya və texnologiya. İnformasiya və texnologiya. Yəni bunun içində çox geniş sahələr var. Proqramlaşdırma sadəcə bir qoludur. Bunun içində sistem admini var, helpdeski var, təhlükəsizliyi var, hardware tərəfi var, elektronika tərəfi var. Yəni tonlarla müxtəlif. Hətta proqramlaşdırmanın içində belə webi var, mobili var, frontu var, back-ı var, desktopu var, datası var. Yəni bu davamlı olaraq belə bölünə-bölünə gedir də. Ona görə məsələn Azərbaycanda bu normaldır. Yəni kompüteri yaxşı bilən qohum olanda sıraz zəng edirlər ki, bunu format elə, bu kompüteri düzəlt, bunu elə. Həkimə deyilən söhbət. Həkimə deyilən söhbətdir də. Yəni qulaq həkiminə deyirlər gözüm niyə ağrıyır söhbətidir. Burada da eyni məsələdir. Deyirlər, amma yavaş-yavaş artıq bu yanaşmanı proqramçılar özləri sındırmalıdır. Necə ki, məsəl üçün, mən artıq öz kompüterimi belə özüm format eləmirəm. Bunu mütəxəssisinə verirəm, ödənişini edirəm, elətdirirəm. Eləcə də məndən istəyən və mənim qohumlarımda olan hər kəs, kimlə məndən istəsə, lazımdırsa ödənişini də mən edirəm, mütəxəssisinə verirəm. Bu işin mütəxəssisi var. Kamil palancı söhbət. Çörəyi çörəkçiyə vermək lazımdır. Yəni, bu adam bu işi görür, bundan pul qazanır. Və mən də buna etibar edirəm, pulumu verirəm, işimi gördürürəm. Mən hər şeyi görə bilmərəm. Mən konserin ustası ola bilmərəm. Mən nəsəsə başım çıxırsa, bunu hobi olaraq eləyə bilərəm. Multitasking ola bilər. Başqası üçün bunu eləyə bilmərəm. Çünki proqramçılar bunu elədikcə artıq o mifi də qırmış olacaqlar ki, artıq bu adam proqramçıdır, bu kompüter format eləmir. Bu konsoner düzəltmir. Yəni onu bir dəqiq, yəni konsonerin ustası var da. Konsonerin ustası var, kifayət qədər də çətin bir sistemdir. Yəni orada isti ilə soyuğu ayarlamaq proqramcı olmaq deyil də, yəni bu məntiq var.
Ona görə də biraz o işin yanaşma tərəfi yavaş-yavaş dəyişməlidir artıq. Niyə bu peşəni seçdiniz və necə oldu? Çünki sizin dönəminiz, yəni ilk başlayan neçənci il olub, yəni sizin kompüter? Mən 2010-larda başlamışam. Yəni, necə Yəqin ki, oldu bu? bundan öncə də çox başlayan, bizdən öncə başlayanlar azda indi 50 yaşında filandır, belə deyim. Onlar da ki, yenə riyaziyyatdan, informatikadan gəlib, sonradan o proqramlaşdırmanın ilk mərhələsini yenə onlar bizdən başlayıb. Sadəcə onlar bizdən daha öncə bu sahədə idi. Necə oldu və niyə? Niyə? Yəqin ki, bu ailədən gələn bir şeydir. Atam da mühəndisdir. Onda görə mühəndisliyi sevdim. Evdə O elə da kompüter mühəndisi. Yox, o elektrik mühəndisidir. Elə evdə elektrikli alətləri, nə bilim, özümüz söküb yığayığa, oyuncaqları söküb yığayığa buna bir marağım olmuşdu. Çünki evdə elektrik alətləri atam özü təmir edirdi. Elə qonşulardan da olurdu, requestlər onlar da eləyirdi. Bunu görmüşdüm. Daha sonra bunları eləyə-eləyə kompüterə maraq yarandı. İnternet klublar təzə-təzə Azərbaycanda yayılmağa başladı. Mən danışıram 2005, 2006, 2007-ci illərdən. Onda başladı internet kluba getməyə. İnternet klublardan yığa bilmirdilər, belə deyək bizi. İnternet klublardan gedə-gedə artıq kompüterə maraq yarandı. Hətta yadımdadır 9-cu, 10-cu sinifdə mən məktəbin də başını buraxmışdım bir yerdə. Ancaq internet kluba gedirdim və internet klubunun sahibi ustaydı. Sadəcə gedirdim onun yanında kompüter necə təmir elədiyinə baxırdım, oyun oynamırdım. Yəni bu bilmirəm, bir eşqdir hər halda, bir sevgi. Tanrının bəxş etdiyi sevgidir. Ki gedirdim onun yanında atverka tuturdum ki, atverkanı gətir, onu apar, bunu gətir deyə. Detalını öyrənmək. Pulsuz falan da, yəni belə prosto məktəbdən qaçıb, dərsdən qaçıb onun yanına gedirdim sırf bunun üçün. O elə artıq mən 11-ci sinifdə öz servisimi açmışdım. İlk biznesim, belə deyim, kompüter servis mərkəzi. Bir kiçik bir yer vermişdilər bir qohumumuzun obyektinin içində. Düzdür, universitetə girənə qədər oranı işlətdim, o qədər də uğurlu olmadı. Daha sonra bağlayıb universitetə başladım. Bəs indiki təhsil sisteminin, ümumiyyətlə informasiya texnologiya yeni formalaşan olduğuna görə dünyada da belə çətindir əslində algılamaqda. Yəni diplom mu önəmlidir, yoxsa praktikanı? Yəni əslində bütün peşələrdə praktika da önəmlidir. Sadəcə olaraq məncə informasiya texnologiya sahəsində nəzarətdə bir problem var sanki, yaxud belə deyim də. Təhsil sistemi necədir ümumiyyətlə? Təhsil sistemi Azərbaycanda hələ indi uşaqlara proqramlaşdırmadan nə olduğu. Çünki bizim vaxtımızda məktəbdə nəinki proqramlaşdırma, məsəl üçün mənim yadımdadır, mən 8-ci, 9-cu sinifdə bir dənə sadəcə vizit kart dizayn eləməklə bütün rübü 5 almışdım. Çünki məndən başqa kompüter istifadə edən yox idi. F12 axtarırdı canım. Hə, yəni ümumiyyətcə də istifadə edən yox idi. O vaxtı heç, yəni o vaxtda konkret yox idi, o vaxtın təhsil sistemində. Hal-hazırda var. Hal-hazırda bildiyimə görə məktəblərdə də proqramlaşdırma dərslərinə başlayıblar. Bu çox yaxşıdır. Yönləndirmələr var. Biraz kör-körənə yönləndirmələr çoxdur. Hamını IT-yə yönləndirmək istəyirlər. Ehtiyac yoxdur. Bizə usta da lazımdır, aşpaz da lazımdır, müəllim də lazımdır, kimya mühəndisi də lazımdır. Biraz həddən artıq trendə düşdü sanki. Biraz trendi şey deyirlər, amma valideynlər də başa düşsün ki, yəni İnsan sevdiyi işi görəndə xoşbəxt ola bilər də. Yəni o məsələ var, orada gələrik. Amma yəni məntiq təhsil sistemindəki problem budur. Hal-hazırda var. Universitetlər çox üstünə düşüblər. Düşünürəm ki, artıq bizim kimi gənc müəllimlər universitetlərdə siz də keçmisiniz, tədris edirsiniz. Hal-hazırda bəli, mən də tədris edirəm. Universitetlər artıq gənc müəllimləri tədrisə cəlb edirlər. Artıq universitet tələbələri hamısı özü çalışır, kurslara, nə bilim müxtəlif layihələrə və s. bütün tələbələr əvvəl 4 il boş-bekar gəzirdilərsə, indi 4 il ərzində müxtəlif kurslarda, layihələrdə, startaplarda yer almağa başlayır. Hal-hazırda düşünürəm ki, dünyadan çox geridəyik, amma keçmişə baxanda da çox irəlidəyik. Məncə çox geridə olmaz. Yox, təhsil sistemi, məsələn, belə nümunə deyim də sizə. Mən Türkiyədə təhsil alanda qrup yoldaşım siz Türkiyədə bitirmisiniz? Bəli. Qrup yoldaşım dedi ki, mənim 92-ci ildə kompüterim var idi evdə. Yəni 92-ci ildən evində kompüter olan bir türk tələbə ilə 2010-cu ildə evinə kompüter görən bir Azərbaycanlı tələbə bir yerdə oxuyurdu. Mən bitirdim, o tamamlaya bilmədi universiteti. Yəni belə bir gerçəklik var idi. Potensialı dəyərləndirmək məsələsi kimi bir şeydir. Və bir də şərait məsələsi var da. Yəni var. olmayandan sonra vaxt məktəbdə də kompüter yox idi, düzəməlli, universitetdə də yox idi kompüter. Bəli, yəni şərait məsələsi var və adamlar 90-cı illərdə kompüter mühəndisliyi ixtisası keçirdilərsə, bizdə bu təzə yaranıb. Mən təsəvvür gətirirəm, mən 5-ci sinifdə olanda
Bizim rəsm müəlliminə google.com yazıb vermişdim ki, belə bir sayt var. Yəni 2008-2009-cu illər yəni. o dediyim kimi o dövrdə mən bir vizit kart dizayn eləməklə Rubliyə 5 almışdım. Yəni sadəcə publisherdə vizit kart dizayn eləmək mənim üçün 15 dəqiqəlik bir şey idisə, mənim informatika müəllimim üçün bu fantastik bir şey idi ki, necə eləmisən bunu? Möhtəşəm bir şeydir. Bəli, yəni. O da ki, onu da qınamıram. Görməmişdi heç bir tələbədən. O özü də çünki adamın özü də kompüter görməmişdi. Evində kompüter olmayan bir informatika müəllimi necə dərs keçə bilər? Bəli. Yəni keçmiş o köhnə deşikli kağızlarla işlənən maşınkalardan işlədib. Elə idi. Hansız da elə idi. Yəni ona görə o çətin idi. Hətta universitetdə oxuyanda mənim ixtisasım fərqli olub, birinci bakalavr ixtisasım. Universitetdə oxuyanda informatika dərsində informatika müəlliminin kompüterinə xüsusi bir skript yazdım. Kompüter dondu, dayandı, çökdü. Müəllim məsəl üçün çox qorxmuşdu falan ki, mənim kompüterim informatika müəllimi idi bu adam. Yəni ona getdi görə kompüter. getdi, yenidən restart elədi, düzəldi. Yəni bu çox sadə bir şeydir. O vaxt hələ təzə öyrənirdim. Sadəcə məsələ nə idi? Yenə deyirəm, o müəllimlərin keçdiyi dərslərdən biz heç nə öyrənilməzdik onsuz da. Amma indi çox fərq var. İndi yeni gənclər müəllim işləyir. Artıq dövlətin də ehtiyacı var. Bəli, artıq dövlət çox böyük layihələr həyata keçirir. Bundan bağlı texnologiya olsun, məşğulluğu olsun, yeni proqramçılar, yeni kiber təhlükəsizlik mütəxəssisləri yetişdirmək. Bu hədəfdə dövlət çox belə deyim böyük addımlar atır. Okay, bəs bu trend kadr problemini həll edə bildimi? Qismən. Niyə qismən? Bəs o qədər insan getdi çünki kütləyə. Dövlət bu proqramı bu qədər böyüklükdə həyata keçirdi. Məncə düşünürəm ki, düzgün nəzarət edə bilmədilər. Niyə görə? Çox həddən artıq hamı getdi. Sırf IT olsun deyə hər kəs bunu öyrənməyə başladı və bu kəmiyyət artdığı üçün də keyfiyyət azaldı. Bu keyfiyyət azaldığı üçün bir də bəzi kurslar bundan istifadə elədi. Lazım olmayan şeylər, kommersiya məqsədlərini önə çıxardaraq, məsəl üçün bazarın ehtiyacı olmadığı qədər kadr yetişdirməyə və ən pisi də odur ki, səriştəsiz müəllimlərlə bunu eləməyə başladılar. Heç potensialı yoxdur. Potensial bir tərəfə, heç təcrübəsi olmayan adamlarla. Məsəl üçün müəllim var idi ki, sadəcə kursa getmişdi, kursu bitirmişdi və müəllim işləyirdi. Heç bir şirkətdə heç bir təcrübə keçməmişdi bu adam. Kütlə çoxdur və adam tapmalıdır. Yaxşı müəllim də bahalı qiymətə işləyir, ucuz olsun deyə öz tələbəsini işlədirdi və öz tələbəsi də dediyim kimi heç vaxt bu bilirsiniz məktəbdə, universitetdə müəllim peşə işləməyib dərs keçə bilər, çünki o nəzəriyyəsini öyrənir. Teoriya. Biz kursda peşə öyrədirik. Peşə öyrətmək üçünsə bu peşənin təcrübəsi lazımdır sənə. Təbii ki. Sən həyatın boyu, yenə deyirəm, proqramlaşdırma problem həll etməkdir. Sən o problemi həll etmək üçün problemlə qarşılaşmalısan. Təbii ki. Sən heç bir yerdə işləməyərək heç bir problemlə qarşılaşmalısan. Oxuyaraq onu həll edə bilməzsən. Yəni problemlə qarşılaşmalı, o problemləri həll elədikcə təcrübələnməlisən. Ümumiyyətcə təcrübəli bir işçi olmaq daha çox bilməkdən irəli gəlmir ki, sən nə qədər bilirsən bil, təcrübəli deyilsən. Təcrübəli olmanın ən əsas şərti zamandır. Zaman və düzgün iş. Yəni sən bu işdə işləyib bu təcrübəni qazanmalısan. Və burada məncə önəmli olan nöqtə zaman olaraq anlayış 1 gün, 2 gün məsələsi deyil. Zaman olaraq anlayış sorğulamaq, çətinlik keçmək və sənətə sevgi. Dediyim kimi, o minimum mənə görə bir 3 il iş təcrübəsi olmalıdır müəllimin, minimum. Və 3 il də həqiqi iş təcrübəsi, yəni prosta adi bir şirkətdə yox, kiçik bir şirkətdə nəsə yox, ciddi bir iş təcrübəsi olmalıdır ki, bu adam bəlkə boşa düşdükdən sonra öz tələbəsinə onu öyrədə bilsin. Bütün boşluqları deyə bilsin. Bir də işin pedaqoji tərəfi var. Tək bəlkə boşa təcrübəsi olub da dərs keçə bilməyən, çətinlik çəkən adamlar da var. Çox əla müəllimlər də var ki, təcrübəsi var və qəşəng də dərs keçirirlər. İzah eləyə bilir. Bəli. Təcrübə və pedaqoji bacarıq mütləq olmalıdır. Onların olmaması səbəbindən kurslar çox istifadə elədi bundan və keyfiyyəti olmayan kəmiyyət cəhətdən çox kütlə buraxdılar. İş tapa bildilər hal-hazırda o kütlə. Çox hissəsi tapa bilmir və çox şikayət edirlər. LinkedIn-də bununla bağlı o qədər şikayətlər görürəm. Hamı şikayət edir gənclər. Kimin dayı var, qabağa gedir, dayı var. Proqramlaşdırmada dayı söhbəti biraz utopikdir. Dayı da bağlayırlar referansa. Elə bilirlər ki, referans da dayıdır. Biraz o baş salmaq çətindir ki, referans dayı deyil, referans güvəndir. Təbii ki. Səni bir referans verirsə, sən güvəndiyin adamdan referans alırsan. Bu portfolio təbii ki, onu müsahibə edirsən. Yəni məsəl üçün son bir vakansiya elan etmişdik. Bir gün içində 250 CV gəldi. Front-end developer vakansiyasına bir gün içində 250 CV gəldi. Back-end developer PHP üzrə elan etmişəm. Bir aydır 40-a yaxın CV gəlib cəmisi. Frontu heç yerdə paylaşmamışıq, back-endi hər yerdə paylaşmışıq. Bununla belə 30-40 CV back-endə gəlib,
250-dən çox CV front-endə gəlib. Məğzini tutmayıblar Və məsələn. məsələ budur ki, 250-dən çox gələn CV-nin bir 150-si ümumiyyətlə kriteriyalara cavab vermirdi. Bir 50 dənəsi bizim kriteriyanın üstündə idi. 50 deməyib, 30 dənəsi ki, bizim kriteriyanın üstündə idi. Tutaq ki, mən middle axtarıram, seniordur. Mənə middle lazımdır. Ona görə bunun üstündə idi. Buna da bir şey demirəm. Geri qalandan məsəl üçün elədik, çağırdıq. Çağırdıqlarımızın da məsələ budur ki, yarısı gəlmədi müsahibəyə. Böyük ehtimal nəsə yazdığı şeydə bir. Yəni müsahibəyə gəlmədi və müsahibəyə gələnlərin də yarısı verdiyimiz tapşırığı eləmədi. Artıq o deməkdir ki, 5 nəfər qaldı. Ortada 5 nəfər qalır, biz də məcbur 5 nəfərdən seçirik. O qədər kütlə və bu qalır. Və məsələn PHP-də bu daha pisdir. Biz indi ən çox istifadə etdiyimiz stack PHP-dir. Bu statistika daha pisdir. 30-40 nəfər eyni adamlardır CV göndərənlər. Hər vakansiyada eyni adamlardır. Yəni bazarda 100 dənə developer var, hər dəfə bu şirkətdə və o da kəmiyyət artanda keyfiyyət yenə düşür. Və məsələ budur ki, buna da ehtiyac var. Məsələn biz PHP kursu elan edib uşaq yığa bilmədik, amma halbuki mənim şirkətim daxil bazarda tanıdığım bir 10 dənə şirkətə PHP developer lazımdır. Bunu niyə izah eləmirlər? Eləyirik. Bəzi kurslar dediyim kimi kommersiya məqsədli başqa dilləri daha çox qabartdı, daha çox ortaya çıxartdı. O dillər də iş tapmaq daha çətindir. Məsələn, frontda adam çoxdur deyə daha çətindir. Daha rahat. Məsələn, Java-da daha çətindir Java. Java-nı işlədən enterprise daha böyük banklar kimi, dövlət qurumları kimi yerlərdir. Onların da bəlli bir kontenjanı var onsuz da. Yəni sən bu nə qədər bank var ki, Azərbaycanda 20 dənə bank var da. Və yaxud da total şirkətləri hesablasan 50 dənə. Bəlkə 200 dənə veb-sayt yığan agentlik var. Amma 50 dənə böyük enterprise şirkət var. Məsəl üçün, dəqiq statistikanı bilmirəm. Və belə baxanda məsələn onlar Java üçün Java-da uğur əldə etmək də biraz çətindir. Daha çətindir öyrənmək. Bu daha bir ciddi, daha bir belə böyük layihələr üçündür. Bu üstə Java-nı bitirəndə intern olaraq da, təcrübəçi olaraq da iş tapmaq çətindir. Böyük enterprise şirkət düşünür ki, mənə senior lazımdır. Pulu da var. Deyir ki, mən niyə başım ağrıdım? Mənə senior lazımdır, işimi görsün. Ona görə orada iş tapmaq da çətin. Demirəm pis. Yəni heç əksər çox mükəmməl deyildi. Sadəcə dediyim kimi bazar məsələsi var. Azərbaycanda bu belə. Türkiyədə məsəl üçün C# daha çox işçi tələb olunur. Onların hamısı proqram dilləridir. Bəli, proqramlaşma dilləri. Yəni Türkiyədə bu daha çox tələb olunur. Azərbaycanda PHP-də daha çox və ya da bu formada bu ölkələrə görə dəyişir. Amerikada başqadır, Avropada daha başqadır. Yəni bu bazarın tələbatına uyğun olaraq dəyişməlidir. Ümumiyyətlə məndə marketinq şirkəti var deyə özüm də baxıram və fikir verirəm ki, bütün restoranlardan tutmuş hər yerdə e-mail sorğulayanda sadə mail.ru yaxud Gmail, niyə kooperativ e-mail yoxdur? Niyə bunlara yatırım olunmur? Niyə veb saytları yoxdur? Bizneslər ümumiyyətcə Azərbaycanda biznesə başlayanda həmişə biz minimumunu düşünürük. Biz o kapitalizmə tam keçə bilməmişik. Azərbaycanda o şey də olmuyor da, feodalizm də olmuyor. Feodalizm də düzəlməli olmuyor. Biz o mərhələləri düzəlməli keçə bilməmişik. Sonra gəldik sosializmə. Ortada cəmaət kapitalizmi olanda biz sosializmdə olduq. Sosializmdən də birbaşa kapitalizmə keçəndə ölkə olaraq buna tab gətirə bilmədik. Nə idi orada məsələ? Məsələn, yanaşma olaraq yenə Türkiyəni nümunə gətirəcəm. Türkiyə 100 neçə ildir var və Türkiyədə yanaşma fərqlidir. Məsələn, bizdə biznes qurmaq, biznes krediti götürmək çox zülmdür. Türkiyədə belə deyil. Türkiyədə məsələn, qrup yoldaşım yan-yana oturmuşdu və yan-yana oturduğu yerdə girdi telefondan 100.000 TL, hələ o vaxt 30.000 dollar edirdi mən oxuyanda. Biznes krediti götürdü, dedi şirkət qururam. Heç şirkət də qurmamışdı. Azərbaycanda 100.000 TL nədir? Yəni get 1000 manat biznes krediti götürməyə. Amma indi təkliflər olur biznes. Olsun, gəlib ofisə şəklini çəkirlər, gəlib məhsullar, nə bilim. Mənə amma elə təklif gəlmədi, belə gələcək. Yəni işin dərinliyinə gedəndə gəlir. Yəni kiçik məbləğlərdə bəlkə olmaya bilər və yaxud da sən təsəvvür et getdin ki, mən biznes qururam, amma biznes yoxdur etsin ortada. Yəni sənə Azərbaycanda bankı inandırmalısan ki, sənə pul lazım deyil. Biznes qururam. Mənim pulum var, prosta mırta buna götürürəm. Mən niyə kredit faiz götürürəm bəs onda? Prosta mırta da, yəni Azərbaycanda biraz məsəl üçün sənin maaş verdiyin işçiyə bank rahat kredit verə bilir, amma sənə yox. Niyə görə? Sən sahibkar. Onda müqavilə var. Yəni qəribə bir şəkildə ortada belə bir çıxılmaz paradoks var. O da ki, bankları da qınamıram. Bu banklıq məsələ deyil. Bu ümumiyyətcə o dediyim o kapitalizm məsələsidir ki, biz o kapitalizmi də tam olaraq kapitalı anlamırıq. O kapitalizmə tam keçməmişik deyə biz ortada ilişmiş qalmışıq hardasa. O biraz bizə çox çətin gəlir. Düşünürəm ki, amma yavaş-yavaş artıq məsəl üçün SIF köməklik eləyir bu sahibkarlara
və s. Yəni necəsə bu düzələcək, amma bəlli bir müddət lazımdır. Yəni biz yeni dövlətik. Yəni 30 illik bir. Bunu başa düşmürlər. Amma düzələcək. Biz bu problemləri görürük, dilə gətiririk, başqaları da görür, dilə gətirirlər. Əsas məsələ bunu danışmaqdır. Və dediyim kimi dövlət də bunu görür və dilə gətirir və düzəlmək üçün nələrsə eləyir. Amma zaman lazımdır. Yəni biz müəyyən müddətdən sonra bunun hamısının daha yaxşı olacağını görəcəyik. Hər podkastda mən onu deyirəm və təkrar kimi də olsa sadəcə olaraq insanlar başa düşsün deyə deyirəm ki, Azərbaycan digər ölkələrdən fərqi sadəcə olaraq düşünməyən insanlar olur, sorğulamayan, heç nə bilməyən, onlar danışır. Düşünən insanlar çəkilib qırağa. Məncə bunun səbəbi Sovet sistemindən gəlir. O vaxtı bizdə ağır bir travma buraxıb, 37 repressiyası falan. O deyil axı. Yəni mən məsələn bu podkastı çəkməyimə səbəb, yəni düşünən beyinlərin, sorğulayan beyinlərin biraz danışmağıdır. Çünki kütlə elə bir şeydir ki, danışanlara baxıb nəsə hərəkət edir. Bəli, o danışanlar yenə deyirik, o çox danışmaqdan qorxub, çəkilim qıraqda dayanım məntiqini yaşayırıq hamımız. Amma bəzən baxırsan ki, çıxıb danışmaq lazımdır. Mütləq lazımdır. Nələrsə dəyişsin, nələrsə hər yerindən duran təlimçi olursa, Toğrul Vəlibəyli niyə danışmamalıdır bu qədər iş görəndən sonra? Əslində düzdür, mənim də yaşım azdır. Mən də özümdən böyüklərə var ki, onların daima onlardan nəsə öyrənirəm. Məsəl üçün də mənim böyüyüm, məndən əvvəl mənə öyrədən adamlar var, məni yönləndirən adamlar var. Onlar bu dəqiqənin özündə belə zəng eləyib nəsə deyəndə mən baş üstədən artıq bir şey demirəm. Yəni müəllimin ki, bələdçin kimi olur. Yəni bunu edən adamlar var. Biz də onların təlimlərinə gedirik. Biz də onlardan nəsə öyrənirik. Həmişə öyrənmək məsələsidir. Amma bu arada tək böyük yox, elə bizdən də yaş və təcrübəli kiçik adamlar, kiçik şəxslər var ki, məsələn onlar da elə bir yeni bir şey öyrənirlər, biz ondan da baxıb öyrənirik. Məsələn öyrənmək pis bir şey deyil də, yəni hər kəsdən öyrənməlisən. Bunu başa düşürlər. Bilirəm sözü var, bilirəm. Onu yığışdırmaq lazım. Elə tip adamlar var ki, bunu öyrətməyə cəhd edirlər. Məsəl üçün mən durub sabah elan versəm ki, mən psixoloji olaraq təlim keçirəm. Sizdə bu necə bir şey ola bilər də, heç bir təcrübəm olmadan. Yəni adamlar var ki, Azərbaycanda zaten elə psixoloqlar dolaşır və departament yoxlayır onları. IT-dən dedik ki, IT-də kifayət qədərdir, biznesdə də var. Həyatı boyu 2 nəfərə maaş verə bilməyən adamlar biznes təlimi keçirirlər. Elə 10 manatdan qoyur. O biraz mənə absurd gələn bir şeydir ki, sən biznesin çətin. Yəni cəhənnəm heç biznesdə SEO belə olmamısan, yəni C-level-də olmamısan, heç bir böyük şirkətdə işləməmisən. Sən gəlmisən və deyirsən ki, biznes qurmağın yolları. Necə qardaş? Gəl görək heç olmasa vergidə qeydiyyat edə bilirsənmi? Bir dənə hesabat göndərə bilirsən, bu mühasib yoxdur. Neynəyəsən? Hesabatı göndərməlisən, nətər eləyəsən? Bir dənə qaimə kəsə bilirsənmi? Bu sadə bir şeylərdir də. Nə bilim, bir dənə müqavilə tərtib edə bilirsənmi? Biznes qurmaq sadəcə ofisi qurub müdür kimi oturmaq deyil axı. Yeri gələndə müdür olursan, yeri gələndə əşya daşıyırsan, bütün işləri yeri gələndə mühasibatlığını edirsən, yeri gələndə nə bilim, işığını da sən düzəldirsən, yeri gəlir nə bilim, görüşlərinə də müdür kimi sən gedirsən. Yəni bütün hamısı biznes belə deyim də bir uşaq kimidir də, yəni sənin övladın kimidir. Yəni sən bunu layihən sənin övladın olmalıdır. Hər şeyinə o formada yanaşırsan. Yəni sən həyatın boyu heç nəyə bu formada yanaşmamısansa, necə gəlib deyə bilərsən ki, biznesin qurmağın yollarını öyrət. Nəyi öyrədirsən? Yəni indi bir dənə geriyə qayıdıb bir dənə sual verəcəm. Mən belə başa düşdüm ki, siz məktəbdə çox yaxşı oxumamısınız. Yoxsa əlaçı şagird, yoxsa zəif şagird? 5-ci sinifə qədər o standart ibtidai sinifdən yaxşı oxumuşam. Sonra yəni zəif necə? Məsələn, heç vaxt problemli şagird olmamışam. Sizcə hansı daha yaxşı irəli gedir? Əlaçı şagird yoxsa zəif şagird? Diviziyoniyalı şagird. Azərbaycan açığı sorğulayan şagird. Məqsədi o. Necə? Məsələn, mən heç vaxt bütün qiymətlərim 5 olmayıb. Mənim 2 dənə, 3 dənə şeydən qiymətim 5 olub. Geri qalan 3-4 olub və s. bu formada. Yəni heç vaxt nə bilim əlaçı, heç vaxt təriflənən uşaq olmamışam. Həmişə standart heç kimin görmədiyi məsəl üçün uşaq olmuşam mən. Çox öndə olmayan, lazım olanda çağırılan, lazım olanda soruşulan biri olmuşam. Və mənə görə də məsəl üçün qıraqda oturub gözləmləmək həmişə ən ideal olub ki, məsəl üçün çox yaxşısı da var, çox pisi də var. Bu belə eləyir, bu belə eləyir. Bunu analiz edir. Heç analiz qabiliyyəti və diviziyoniyalı olmaq. Yəni sən məsəl üçün sorğulamaq söhbətidir bu. Çox yaxşı oxuyan uşaqlar var ki, çox yaxşı yerlərdədir və yaxud da heç oxumayan uşaqlar var ki, çox yaxşı yerlərdədir. Yəni bu biraz oxumaqdan ziyadə
məqsədlərinə doğru və düşdüyün şəraitə görə dəyişir. Bu qiyməti qoyan müəllim olduğunu unuduruq və bunun nisbi olmağı söhbət. Bəli. Amma hər bir şagirdin yaxud hər bir vətəndaşın borcudur ki, müəyyən qədər tarixini bilsin, müəyyən qədər bu qiymətlə yox, ümumilikdə bilsin söhbətidir. Yəni mənim üçün də mən ümumiyyətlə məktəb sistemində şagirdləri bölmərəm, amma xüsusi bacarıqlıları müəyyən qədər yer ayıraram, ayrı bir sinifə ayıraram. Çünki potensiallı şagirdlər ortadan yoxa çıxır. Onu indi eləyirlər, sabah qrupları falan nəsə belə bir şey var. Olmalıdır onlar. Xüsusi istedadlı uşaqlar falan. Mən yenə də diskriminasiyaya qarşıyam. Çünki mən düşünürəm ki, hiyerarxi müəyyən qədər olmalıdır. Yox, mən biraz ona qarşıyam. Mən düşünürəm ki, əksinə o uşaqlar zəiflərlə bir yerdə olmalıdır ki, onlar da öyrənə bilsin. Mən güclü olmamışam. Amma indi zəiflə birlikdə olanda o zəif çəkə bilər. O çəkirsə onun iradəsinin zəifliyidir də. Məsəl üçün mən yadımdadır, mən universitetə hazırlaşan dönəmlərdə kursda mən içlərində ən zəif oxuyanlardan biri idim. Qrup da çox yaxşı idi. Hamısı 600 plus yığan uşaqlar, hamısı savadlı uşaqlar və sorğulayan uşaqlar idi. Müəllimin dediyini sadəcə əzbərləyən yox, sorğulayan, bunu müzakirə edən. Mən bütün dərsləri dərsdə öyrənirdim. Mən evdə heç öyrənmirdim. Yəni evdə oxumurdum ümumiyyətlə. Oxumaqla aram yox idi. Məsəl üçün o qrupdan mənə dedilər ki, çıxardıb səni başqa qrupa keçir dedi. Dedim çıxartsaz mən kursdan çıxıram. Kurs idi. Kurs idi. Dedim mənə kursdan çıxartsaz. Mən universitet təhsili düşündüm. Yox, mənə dedim kursdan çıxartsaz, mən o kursdan çıxıram. Kursda pul itməsin deyə məni çıxartmadı. Mən qaldım qrupda. O qrupun sayəsində mən gəlib necəsə bal yığdım, universitetə girdim. Çünki heç vaxt oxumamışdım evdə. O tərəf yanaşması da var, amma belə bir şey var da, mən sevmirdim deyə onu oxumurdum. Daha sonra ixtisasımı dəyişmək üçün gedib 1 il 4-cü kursu təhsil almışam. Ondan sonra imtahan verib magistraturaya qəbul olub magistr təhsil almışam və amma məsəl üçün orada oxuyan uşaq idim. Yəni orada məsəl üçün qiymət A, məsəl üçün peşəni sevmək çox önəmlidir. Mən Bakıdakı bakalavrda oxuduğum universitetdə heç vaxt A nə deyə, heç B-ni ala bilməmişəm. Həmişə C ilə 51 ilə keçmişəm imtahanları belə deyək. Amma mən Türkiyədə A alırdım. Yəni 95-100 aldığım dərs var. Sevdiyin sənət olmağı söhbət. O məsələ var. Bax, burada kamil balansı var. Yönləndirmə məsələsi var biraz da. Bizim məktəblər uşağı potensial, yəni bəlkə də o vaxt indi bilmirəm, yəni. O vaxtı həm ailə tərəfdən də düzgün yönləndirmə olmadı, həm də məktəb tərəfdən də düzgün yönləndirmə olmadı. Bizim məktəb humanitar təmayüllü idi. Məni texniki fənnə düzgün yönləndirmədilər. Bəlkə də yaxşı informatika müəllimi olsaydı, məni daha düzgün yönləndirə bilərdi, potensialımı görüb. O düzgün yönləndirmə olsaydı, məsəl üçün Azərbaycanda universitetə girməsəm belə gedib nə bilim, hamı attestatla Türkiyədə oxuyurdu. Gedib orada kompüter mühəndisliyi oxusaydım, bəlkə daha yaxşı olardı. Bəlkə daha fərqli olardı, amma gərək deyir belə olmayaydı deyirəm hərdən. Gərək nədir bu gərəksiz düşüncələrdən? Elə necə olmalı idi? Yox, amma bu təbii ki ola bilərdi. Amma faktiki olan hər bir şey yaxşı ki olub. Yəni orada peşmançılıq çəkilən bir şey yoxdur yəni. Ümumiyyətlə nəyə görə o potensiallı insanları deyirəm? Məsələn, SSR vaxtından gələn bir şey var idi məktəb sistemində. Nə idi? Bir insanın potensialı var idi uşağı, onu 2 sinif qabağa atırdılar, 1 sinif qabağa. Zaten amma sonradan o rüşvət prosesinə girib, onu imtahan sisteminə sala bilsələr, məsəl üçün mən 4-cü sinifin şagirdiyəm, düzdür? Sənin şansın olsa ki, gəl bu imtahana gir, bu imtahanı keçsən, səni 6-cı sinifə birbaşa ataq. Bu mənim üçün önəmli vurğudur. Nəyə görə? Məsələn, Toğrul bəy sizin də, Toğrul bəy deyəndə ikimiz də Toğrulur. Sizin məsəl üçün potensialınız bəlkə də o 4 il plus 2 il, 6 ilin yerinə bəlkə də 2 ilə həll olunacaq bir şey idi. Yəni o imtahanların olması məncə önəmlidir. İndiki təhsil sistemi yenə deyirəm, bilmirəm. Çünki ondan əlaqəli olan. Amma siz tədrisdə varsınız da. Tədrisdə varam, mən universitet tədrisindəyəm və ya kursdayam. Mənim üçün bəzi məktəb müəmmadır, çünki məktəbə gedən də yoxdur ətrafımda. Yəni evdə falan balacadır, məktəbə getmir qızım. Məktəb mənim üçün o formada müəmmadır ki, necədir hazırda dərs sistemi. Bilirəm çox ağırdır uşaqlar üçün. Amma məsəl üçün mən Finlandiyadakı təhsil sistemini daha çox bəyənirəm. Məsələn, Finlandiya üsulu təhsil sistemi. Düşünürəm ki, uşağı imtahanla sıxmamaq lazımdır. Düşünürəm ki, indi ətrafdan məktəbə gedənlər var, çox yaxın olmasa da soruşursan. Deyir, uşaq gəlir, gedir hazırlığa, hazırlıqdan çıxır, gedir, nə bilim, şahmata, şahmatdan çıxır, gedir idmana, idmandan çıxır. Yəni, uşağı fantastik dərəcədə o qədər yükləyirlər ki, uşaq uşaqlığını yaşaya bilmir. Evet. Yəni indiki əgər məktəb təhsil sistemindən söhbət ediriksə, amma informasiya texnologiyanın həyata girişi, kompüter, laptoplar, informasiya çoxdur, həddən artıq çoxdur. Bunu da filtrləmək lazımdır, amma ümumiyyətcə gərək məktəb təhsili biraz azalsın, middle dot, balans. Biraz balansı qorusun.
Plus da ki bu ağırlığı təmin eləsinlər ki, yəni məktəb tərzində bu qədər ağır olmamalı və imtahanlar bu qədər çox olmamalıdır. Uşaq 2-ci sinifdə imtahan verməyə məcbur eləyir. 4-cü sinifdə imtahana məcbur eləyir ki, sən liseyə girməlisən. Yəni nəyin imtahanıdır bu? Bu uşaq hələ həyatda təzə oyuncaqlarından təzə ayrılıb gəlib. Yəni hələ Amma tam imtahansız da ayrılmır. nəzarət olunur. Yox, Məcburiyyət səhv. Finlandiya təhsil sistemində imtahan Onu 8-9 bilmirəm, sinifdən sonra başlayır məsələn. O da əslində idealdır. Yəni uşağı. Yəni Amma bu uşağı sən sərbəst də buraxanda artıq sərbəst buraxmırsan, dərsini keçirsən. elə mənada yox. Yəni ümumiyyətlə imtahanı kəsməsən belə həyatın özü bir stress qaynağı olur. Əgər bu valideyn onu anlamırsa, bax məsəl üçün bəsit o tərəfdən bir misal deyəcəm. Məsələn, valideyn ata oturur TikToka baxırsa, okey. Ana da oturub TikToka baxırsa, bu uşaq niyə dərs oxumalıdır ki? Və bu valideyn niyə uşağın üstünə düşməlidir ki, sən dərs oxumalısan? Yəni Sən kitab açıb oxumursan axı qardaş. Sən oturub nəsə sorğulamırsan. Sən demirsən ki, məsələn bir mənim xalam var, məsəl üçün onlar TikTok edilər də bildiyin. Yəni o mənada oturub bütün gün TikToka baxırlar. Deyir ki, uşaq niyə dərs oxumur? Deyirəm ki, sən onunla birlikdə dərs oxumasan. Deyir mən o vaxtını oxumamışam axı. Yəni heç vaxt oxumayan adam o. Deyirəm denən ki, uşağa gəl birlikdə oxuyaq. Sən oxu, mən dinləyim. Ən azından. Sən uşaq oxuyan vaxt TikToka baxırsan, o uşaqdan da bir şey çıxmayacaq. Düzdür. Uşaqla məşğul olmaq lazımdır. Yəni Amma dediyim kimi biraz dərs məsəl üçün onsuz da indiki dövr çox stressli dövrdür. Uşaq üçün belə stresslidir. Bəli, Yəni bəli. o qədər valideyn o qədər stress yığır ki, gəlir evdə o stressi uşağa enerji keçirdir. götürür. Hə. Düşünürəm ki, biraz o stressi azaltmaq üçün, biraz o balansı qorumaq üçün, hər səhər 15 kilo sumka ilə dərsə getməmək üçün biraz O vəbşi pisdir. hə, biraz o təhsil sistemini necəsə Bəsitləşdirmək lazımdır. Lazımdır 12 il eləsinlər, amma daha sadə. Qlobalda bu çünki 12 ildir. 12 ildir. 12 ildir. Ya lazım da eləsinlər, amma bunun necəsə şey çünki çox belə şeydir. Bir də mentalitet də bilirsiniz, mən sözünüzə kəsdim, üzr istəyirəm. Cəmiyyəti mən başa düşmürəm. Hamının ağzında balıq başdan iylənir deyə bir şey var. Amma balıq başdan iylənmir və biz də balıq deyilik, cəmiyyətik. Hər kəs özünə düşən şeyi həll etməlidir. Bu çox önəmlidir. O vaxtı biri var idi, təlimçi Vüsal bəy, adı soyadı adından çıxdı. Onun belə bir çıxışı vardı ki, dəyişiklik özündən başlayır. Təbii ki. Hə, insan özünü dəyişdirmədiyi halda cəmiyyəti dəyişdirə bilməz. Bəli. Sən özünü dəyişdirməlisən, sən ailəvi dəyişdirməlisən, sonra cəmiyyətdən danışmalısan. Öz və öz ətrafından başlamalısan. Rüşvət verməyi sevən adam rüşvət almağın pis olduğunu deyə bilməz və yaxud da ki, heç vaxt təhsil almayan, heç vaxt təhsilə dəyər verməyən adam, qız uşağı təhsil almaz deyən adam təhsil pisdir deyə bilməz. Öz ailəsini idarə eləməyən adam gedib idarəçilərə deyə bilməz ki, sən səhv edirsən. Bəli, o şey var idi, biraz kobud səslənəcək. Arvadın əlindən pul sala bilməyən o kişilər gedib şirkətdə. Elədir, reallıq həqiqət budur. Bilirsiniz, pişik ələt söhbəti var, pişiyin ələt açar. Bu söhbətdir. Sadəcə bu qısqanclıq və egoizmdən başqa bir şey deyil. Cəmiyyəti biraz müzakirə edəndən sonra geriyə qayıdaq və bir informasiya texnologiya şirkətinin sahibi olaraq Lütfüzadə haqqında sizin fikirləriniz də mənim üçün. Lütfüzadə, yəni mənim haqqında fikir deməyim biraz çox ayıbdır. Yəni adam dahidir və ondan düşünürəm ki, niyə insanlarımız onu tanımır sizcə çox hissəsi? Normaldır. Lütfuzadəni biz də məktəbdə oxuyanda tanımırdıq. Daha sonradan məşhurlaşmağa başladı. Azərbaycanda onun təbliği başladı. Düşünürəm ki, Lütfuzadəni indi daha çox adam tanıyır. Daha çox adam bilir. Biraz Lütfuzadənin Amerikada yaşaması, Amerika vətəndaşı olaraq bilinməsi, Zadə soyadı bəlkə də biraz fars yönümlü olmağı, yəni çox detallar var, amma düşünürəm ki, mənim Lütfüzadə adında daha şəxsiyyət və bizim belə deyim də dünyanın axarını dəyişib. Yəni dünyanın axarını dəyişən bir daha şəxsiyyət olmağından başqa nə deyə bilərəm Lütfüzadə haqqında? Yəni onun haqqında yarası bir başqa fikir bildirənmərəm. Yəni öz ailəndən başda deyirik də məsəl üçün də. Mən məsələn çox Almaniyada olduğuma görə bacım uşaqlarla çox vaxt keçirə bilmirdim. Keçən bir video çəkirik. Bu Bayern Picau'sun Kids versiyası da var. Orada dedim ki, Lütfuzadəni sizə məktəbdə öyrədiblər, tanıyırsınız. Məsələn 6-cı sinif şagirdidir. Dedi Lütfüzadə hansıdır o keçəl kişi. Elə bil ki, mənim başıma belə Ya məktəbdə indi o da düzdür. Məktəbə artıq dərsliklərə salınmalı. Lütfuzadənin təbliğ olunmalıdır. Daha çox təbliğ olunmalıdır. Belə deyim də bizim tarixi olaraq fəxr olunması
elmi sahədə fəxr olunması çox az şəxsiyyətimiz var. Var, xeyli var. Azdır. Ədəbiyyat sahəsində daha çox. Ədəbiyyatı filan çox qatmıram. Mən biraz texniki adam olduğum üçün daha çox fizika, riyaziyyat, kimya bu sahələrdə var təbii ki, amma Lütfüzadə səviyyəsində düşünürəm yoxdur. O səviyyədə düşünürəm ki, yoxdur. Yəni Nəsrəddin Tusi var, o da amma o da çox, yəni yeni müasir dövrdə Lütfüzadə səviyyəsində bir adamımız yoxdur. Ona görə də mümkün qədər daha çox təbliğatını eləmək lazımdır. Dərsliklərə salınmalıdır. Hər kəs tanımalıdır. Məktəblərin, küçələrin, universitet yaradıb, hətta universiteti onun adına belə etmək mümkündür. Yəni mütləqdir. Mütləqdir hətta. Küçə varmı bilmirəm, o da olmalıdır. Hər şey, yəni Lütfüzadənin adını yaşadıb təbliğ eləmək üçün məncə hər şey eləmək lazımdır. Hə, məsələn, Kaspian Plazda Lütfüzadə əcensi var. Məsələn, o ləzzət edir mənə. O sağ olsunlar, Qafar Əmirçi səhv eləmirəmsə. Çox möhtəşəm. Mən onu görəndə çox sevindim. Əladır, çox əladır. Çox möhtəşəm. Məsəl üçün, o artıq bir növ insanların daimi yadındadır. Şuur altına oturur, pasiv yaddaşa oturur. Bəli. Yəni budur məsələ. Biznes yoxsa maaşlı iş? İkisinin ayrı özəlliyi var. O məncə insanın o xarakterindən asılıdır. Bir növ psixologiya, bunu siz daha yaxşı bilərsiniz. İnsanın psixoloji xarakterindən asılıdır ki, biznes yoxsa maaşlı iş, insanın tipindən. Mənə görə, mən onsuz da bəllidir də, biznesi sevdiyim üçün bunu işləyirəm. Məsəl üçün, maaşlı işdə də təbii ki, maaşlı işlərim də olub, işləmişəm, daha sonra biznesə keçmişəm. Maaşlı iş mənə biznesdən daha rahat gəlir. Mən hətta maaşlı işdə işləməyi istirahət adlandırıram. Nə qədər biraz qəribə səslənəcək bu. Maaşlı işdə işləyənlər bəlkə də məni linç eləyər. Maaşlı işləməyi mən bir növ başını sakit olursa, məsuliyyətin azad olmağını deyirəm. Niyə görə? Məsələn, maaşlı işdə işləmək hansı bir vəzifəni daşımaqdır. Bu vəzifədə sən bir şeyin məsuliyyətində olursan. Məsəl üçün, proqramçısan, sənin bir layihən var, sən bunun məsuliyyətindəsən. Biznes hər şeyin məsuliyyətində olmalıdır. Sən, nə bilim, ofisdə yanan işığı da sənin məsuliyyətindədir, təmizlik də sənin məsuliyyətindədir. Orada olan işçidə, hər işçidə o bir layihə olsa, 10 dənə layihəndə, yəni hər şey sənin üzərindədir. Biznesin məsuliyyəti o qədər çoxdur ki, çox böyük güc lazımdır ki, onun altında daşıyır, sənə bağlıdır. Bəli. Hər an, hər dəqiqə biznes deyən deyir o, negativ tərəfi müdür 6-cı gün işə çağırdı deyə işdən ayrıldım, biznesimi qurdum, indi 7 gün işləyirəm, 24 saat işləyirəm. Yəni biznesdə 7 gün 24 saat işləyirsən, biznesdə sənin yəni sən hər an işdəsən, evdə otursan belə işdəsən, yəni biznesdə. Bu arada aktiv biznesdən söhbət gedir. Ənənəvi çayxana moyka söhbətindən getmir. Ona görə bəlkə də biznesmenlər daha çox onu seçirlər. Hə, yəni biznesdə hətta belə yaxşı çayxana işlətmək üçün də indi launch qoyublar da adlarını launch. Onun belə üstündə durmalısan. Yəni. Onun belə daimi üstündə durmalısan. Amma mən baxıram ki, çoxun üstündə durmurlar. Elə adamları mənəcilik sahəsinə qoyurlar ki, heç bir mənəcilik sahəti adını administrator qoyub, heç bir təhsil olmadan restoranı batıran çox adam. Ola bilər, amma dediyim kimi də, yəni biznes çox böyük məsuliyyətdir və bu məsuliyyəti yenə deyirəm, sən bir 10 nəfər, 5 nəfər işlədirsənsə, bu 5 nəfərin maaşıdır, sosialıdır, işidir, gücüdür, problemidir, biri gəlir, biri gedir. Nə bilim, səhər gəlməyi, axşam getməyi, layihələri çatdırmağı, ödənişləri, bir ton iş var ki, biznesdə o məsuliyyətin altına girirsən və çox çətindir, doğrudan da çox çətindir. Niyə tədrisə keçdiniz? Yəni təhsilə keçməyi düşündünüz? Öyrətməyə çoxdan sevirdim. WordPress üzrə bir neçə təlim keçmişəm, hələ o vaxtlar 2015-də falan. Daha sonra düşündüm ki, artıq bəlli bir səviyyəyə gələndən, öyrəndən sonra düşündüm ki, artıq öyrədə də bilərəm. Bu da nədən yarandı? Kadr ehtiyacından yarandı. Kadr ehtiyacı var idi və ona görə də artıq özümüz kadr yetişdirməyə başladıq və kadr yetişdirə artıq bunun içinə girmiş olduq. Daha sonra magistr təhsilim olduğu üçün universitetdə hal-hazırda köməkçi müəllim kimiyəm. Daha sonra artıq əsas müəllim kimi olacağam. Artıq universitetdə tədrisə başladım. Baxdım ki, doğrudan da insanlarla, gənclərlə ünsiyyətdə olmaq və biraz biznesdən ayrılıb o bizneslə yanaşı görə biləcəyim fərqli bir iş olaraq təhsili seçdim və düşünürəm ki, tələbələrim də razıdır bu baxımdan və onların da gəldiyi yerləri gördükcə kommentləri verərsiniz. Gəldiyi yerləri gördükcə doğrudan da adam sevinir və düşünürsən ki,
nələrsə düz eləmirsə, təbii ki, bizim də səhvlərimiz olur. Biz də ideal deyilik, səhv edirik. Başlanğıcda nəsə səhv olub, sonra düzəldirik. Gördüyümüz işdə indiyə kimi 10 ildən çoxdur biznesdəyəm. Həm təhsil sahəsində nələrsə səhvlər olur, amma biz bu səhvlərimizdən nəticə öyrənirik, nəticə çıxardırıq və daha da yaxşılaşdırmağa çalışırıq. Ən önəmli şey nəticə çıxarmaqdır. Bəli. Çətinlikdən nəticə çıxarmaqdır. Çətinliyi görüb falçıya yaxud enerji verən o manifestçi, digər şeylərə getməkdir. O manifest söhbəti mənə görə ən belə deyim də bir işi görmək üçün ən ideal düstur budur ki, motivasiya və disiplin. Motivasiya ilə yaradıb disiplinlə davam edirsən. Ona görə o manifesti, nəyisə istəməkdə o biraz indiki zamanda nə eləsən, gələcəyin o deməkdir. Bəli. Ən önəmli vurğu. Yəni gələcək sənin indi elədiyin hərəkətlərin nəticəsidir. Onu kimdənsə təxmin etməsini istəməkdənsə, özünə yatırım etmək lazımdır. Özün hər şeyi özünə etsən. IT və nəşriyyat ikisi arasındakı əlaqə niyə? Yəni nəşriyyat əslində mənim ideyam yox, dostumun ideyası idi. O başlamışdı kiçik. Onun bu kitab mağazaları vardı. İllərdir kitabın içindeydi. Mən də bir ara ondan işləmişdim kitab sahəsində. Daha sonra artıq mən Türkiyəyə təhsil aldım, qayıtdım, gəldim. Burada olanda uzun yeni başlamışıq əslində. Bir il yarımdır başlamışıq. O dedi ki, belə bir iş var filan. Mən də öz təkliflərimi verdim. O dedi ki, az ki bu təklifləri verirsən, birlikdə bunu eləyə bilərik və birlikdə işi böyütməyə qərar verdik. Mən öz gücümü istifadə elədim, o öz gücünü istifadə elədi və deyə bilərəm ki, Mayak nəşriyyatı il yarıma çox nəşriyyatın 10 ildə gəldiyi yerə gəlib çıxa bilib. Ən önəmlisi odur, gücləri birləşdirmək və egoistik davranmamaq. Bəli. Çünki nəşriyyat olaraq demək olar satdığımız kitabların %80-i trenddədir. Keyfiyyətlidir. Keyfiyyətli, düzgün, insanlara belə deyim, xoş gələcək kitablar satırıq və satış tirajlarımız yaxşıdır. Düşünürəm ki, yenə deyirəm, Mayak nəşriyyatı artıq bir neçə ildən sonra Azərbaycanın ən böyük nəşriyyatları sırasına girmiş olacaq. Kitab mağazası açmağı fikirləşirsiniz? Bəs Mayakın kitab mağazası? Mağazamız var. Razimdə, Aygün Molda bir dənə mağazamız var. Növbətlərində yəqin ki, sırayla açacağıq. Əla. Bir də kitabın mənəvi tərəfi var. Bu mənəvi olaraq kitaba və insanlara olan borcumuz. İkinci tərəfi də kitab da biznesin bir növüdür. Orada da bir biznes var. Təbii ki. Çünki orada xərcləri var, işçisi var, çapı var və s. Və kitab mənim gördüyüm bizneslərdən biraz fərqli biznes idi, məhsul biznesi idi və istehsaldır. Mən istehsalda işləməmişdim, həmişə xidmətdə işləmişəm. O istehsal biznesinin çəkiciliyi də biraz mənim kitaba çəkdi. Daha xoşunuza gəlir. Bəlkə də fərqli daddığınız fərqli tərzdə. Çünki mən həmişə xidmətdə işlədiyim üçün xidmət göstərmişəm. Kitabda biraz tamam fərqli biznes növü olduğu üçün mənə fərqli. Meyvəni dərmək kimi yaxud istehsaldır. Birbaşa istehsal olduğu üçün mənə fərqli gəldi. Bu da bir öyrənmək yoludur. Təbii ki, öyrənirik hər yeni işdə, hər yeni şeydə biz nələrsə öyrənirik, nələrsə artırırıq. Nəşriyyat sahibi olaraq sizə sorğulayacağım. Sərxan bəydən də bunu danışdıq. Ümumiyyətlə sizin fikriniz də maraqlıdır ki, hamı kitabın qiymətinin çox olduğunu deyir. Amma kitabın qiymətinə mən baxanda 8-10 manat arasında dəyişir ki, hər bir insan bir ayda bu kitabı ala bilər. Kitabın qiyməti çox deyil düşünürəm. Niyə çox deyil? İnsanlar elə başa düşür ki, kitabdır da, yazdın, çap elədin, getdi. Bunu adi çapla qarışdırırlar. Bir kitabın ərsəyə gəlməsini nəzərə salsaq, yazar bunu yazır, nəşriyyat bunu redaktə edir, korrektə edir, dizayn edir, üst qabığını dizayn edir, içini yığır. Daha sonra gedir mətbəyə çap edir, kleyləyir, kəsim edir, yığır. Çox böyük bir proses var ortada. Və bu bir kitabın üstündə 6-7 nəfər adam işləyir. Və bu 6-7 nəfər işləyən şəxsin də maaşı var, bu işin vergisi var. Düz nəşriyyat bu kitabın məsəl üçün 10 manat üstünə qoyursa 10 manat bunun qazancı deyil. Mağazaların qazancı var, çünki biz istehsal edirik, veririk mağazaya, mağaza satır bunu. Mağazaların burada qazancı var. Çatdırılma xərcləri var, logistikası var. Yəni məsələn kitab istehsalatdan paylanmalıdır mağazalar. Bu xərcləri düşünəndə onsuz da kitabdan tədris kitabı deyilsə, yəni tədris sahəsində deyilsə, təhsil kitablarda, bədii ədəbiyyatda onsuz da böyük marja yoxdur. Yəni bədii ədəbiyyatda onsuz da kiçik marja işləyirik, biz oradan milyon da qazanmırıq. Heç bir nəşriyyat oradan belə milyon olmalıdır ki, ona davam eləyəsən. Yəni çox böyük, fantastik böyük nəşriyyatlar xaricində heç kim oradan onsuz da o qədər pulu qazanmır.
Bu faktdır da. Bizim orada kitabda işləməyimiz təbii ki, orada bir gəlir məsələsi var, amma gəlirdən daha çox digər məqamlar da var. Ki o kitaba olan biraz Elə oradakı sualın ikincisi də mən elə gəlmişkən onu da verim. Bəzi kitab mağazalarının marketinq taktikası, PR-ı məni belə cin atına mindirir söhbəti kimi. Özlərini bir restoran yaxud bir burger kimi reklamlar edirlər çox zaman. Bunun haqqında sizin fikriniz nədir? Doğrudurmu? Səhvdirmi? Pulunu qazanırqa qarşı bu eləməlidir? Ya, məncə doğrudur. Çünki tək kitabla eləsə, bunu xərclərini qarşılaya bilmir mağaza. Sən tək kitab sataraq mağaza xərclərini qarşılaya bilmərsən. Amma məsələ bilirsən nə deməkdir? Məsələn bir paylaşım olur. Kitabın yanında qadın bədənini elə qoyurlar ki, o bildim nə edirsiniz. Onlar biraz çox aşırıya qaçırlar, o dediyiniz mağaza. Onların o taktikasını mən də bəyənmirəm. Amma o tip şeyləri çıxanda da baxırsan ki, o mağaza çox şeylər eləyib. Eləyib bəli. Hə. Amma yəni o biz istər-istəməz müəyyən qədər kütləni itirməyə səbəb olur da. Amma daha çox kütləni də qazandırır da nəyəsə görə. Təəssüf ki. Eləyir, real olaraq eləyir. Sizcə haqlıdırlar? Haqlı deyillər, məcburdular. Qəşəng. Məncə də elə. Yəni məncə buna görə qınaya bilmərik onları. Bu qədər işin arasında ailə ilə vaxt bölə bilirsiniz. Hamı deyir ki, mən 8 saatlıq işə gedənlər olur da məsələn. Deyir ki, mən ailəmə vaxt ayıramamışam, o qədər yoruldum ki. Yox, mütləq. Mənə görə mütləq. Necə ayıra bilirsiniz bu vaxtı? Belə deyim də, mənim uzun illərdir çox işləmişəm. Yəni bunu ətrafımda olanlar bilir ki, biraz işkolik adamam. Amma artıq son illərdə bunu yığışdırmışam. Yəni mənə görə birinci insanın sağlamlığı, ikinci ailə ətrafındakılar, sonra iş gələ bilər. Çünki insan itirdikcə qədrini bilir. İtirməmişdən öncə bunları dərk eləmək mütləqdir. Başı daşa dəymək kimi gedirik ondan. İtirməməkdən öncə bunları dərk eləməlisən və mütləq şəkildə vaxt keçirməlisən. Cabir Novruzun sağlığına qiymət verin insanlara şeiri. Bəli, yəni bunu mütləq eləməlisən. Çünki bunun başqa variantı yoxdur. Bir sağlamlığın yerində olmalıdır. Çünki dediyim kimi biznesin məsuliyyəti o qədərdir ki, adam stres və s.dən sağlamlığın, yəni yorğunluğun çıxmır onsuz da, heç olmasa sağlamlığı itirmədə. Bir sağlamlıqdır, ikinci məsələ ailədir. Mütləq şəkildə ikisini də vaxt ayırmalısan. Yəni iki əlin qanında belə olsa o disiplinindən keçməməlisən və bunu eləməlisən. Toğrul bəyin hobbiləri. Bir video oyunlardır. Uzun müddət ara vermişdim, artıq oynayıram. Bacardıqca, vaxt olduqca, təbii ki, yəni evdə olduğum müddətlərdə. 2 elektronika ilə məşğul olmaqdır. Evdə elektronik işlər, kiçik nə bilim nələrsə işıqlar qoşmaq, ledlər qoşmaq və s. Ev işləri də bu evlə bağlı işlər. Üçüncüdə həyatda kiçik təsərrüfatla məşğul olmaq yəni. Yəni mən həmişə deyirəm ki, insanların hobbisi mütləqdir, olmalıdır. Çünki artıq dövrümüz elə gətirib ki, avtomatikləşmiş şeylər eləyirik və bunun kənara çıxmağa görə zamandan qurtulmaq üçün hobbi lazımdır. Eynən. Mütləq ona görə biraz o texnologiyadan uzaq hobbilərə də keçmək, yəni video oyundur, evdəki işləri görməkdir, o ayrı. Bir də kiçik təsərrüfat evdən, həyət evində, həyətdə məşğul olsan, heyvanlar saxlamaq və s. bunlara baxmaq, bunun özü belə çox əla bir terapiyaya da gətirib çıxardır. Gənc nəsil gəlirlər də, indi kütlə şəklində getdilər, problem yarandı, kadr problemi, hər şeyi danışdıq. Gənc insanlara, IT-lərə, IT sahəsinə gəlmək istəyən, indi 14-13 yaşından təhsilə başlayıb. Məsləhətləriniz, tövsiyələriniz? Məsləhətim nədir? Məsləhətim çox öz üzərində işləməkdir. Birincisi motivasiyası olmalıdır, ikincisi disiplini. Motivasiya insana başlanğıca təkan verir. Disiplin isə onun daimi hərəkətdir. Bu maşında bunu müqayisə edə bilərəm ki, motivasiya akkumulyatordur. Disiplin dinamodur da. Akkumulyator səni start olaraq hərəkətə gətirir. Daha sonra maşın sürdükcə dinamo səni qazı basmaq lazım. Qazı basmaq və dinamo səni elektrikdən təmin edir. Burada da mütləqdir ki, sən bir disiplinə otuzdurasan və daim hərəkət eləyəsən. Ona görə də təzə gələn nəslə, ümumiyyətlə kim IT-yə keçirsə bunu yada saxlamaq istəyirəm ki, ilk aylar, ilk öyrəndikləri hissə çox darıxdırıcıdır. Çətin gəlir. Çətindir və çox darıxdırıcıdır. Ona görə onlardan bunun ən az bir 6 ay disiplinini davam etdirmələrini, 6 ay disiplinini davam etdirəcəkləri halda həvəsləri də varsa, mütləq şəkildə uğur qazanacaqlarını deyə bilərəm. Yəni bu qaranti olaraq bunu verə bilərəm. Disiplin və sənətə sevgi təbii ki, o motivasiyadan qaynaqlanır. Motivasiyanın içində gedir də o sevgi, onsuz da sevgi. İstəməsən mən həmişə deyirəm, proqramlaşdırma pul üçün görüləcək iş deyil. Pul üçün daha rahat işlər var. Çayxana market pul üçün daha rahat işdir. Nəinki və yaxud da məsəl üçün gedib hansısa bir
vəzifədə işləmək, işdə işləmək pul üçün daha rahat işdir, nəinki proqramçı olmaq. Çox maraqlı söhbət oldu. Sizinlə tanış olmaq. Biz bundan əvvəl də görüşdük və detallı danışdıq. Sizin kimi bir şəxsi tanımaq məni sevindirir və mən Azərbaycana köçməyə qərar verəndə sorğuluyurdum biraz, amma sizin kimi insanları tanıdıqca başa düşdüm ki, həqiqətən də düzgün qərar vermişəm. Ona görə də təşəkkür edirəm gəldiyinizə görə və sonda həmişə biz şeir və ya kitab tövsiyəsi deyirik, qonağımız da deyir və təşəkkür edirəm mən də dəvət etdiyinizə görə. Mənə görə də xoş oldu bu söhbət. Biraz demək istədiklərimi də deyə bildim. Rahatladı. Demək istədiklərimi də deyə bildim. Sonda kitab və şeir tövsiyəsi ikisini də eləyə bilərəm. Kitab tövsiyəsi Jack Londonun Əcdadlarının Harayı kitabı var, hekayəsi. Düşünürəm ki, çox indi kitablar oxumuşam. Mənə ən çox maraqlı və mənə ən çox təsir edən kitablardan biri odur. O da bir mübarizə, əzm, sonda gəlinən nəticə var. Jack London əsərini. Şeir isə Bəxtiyar Vahabzadənin adını bilmirəm, amma şeirin özü belə idi ki, mən 15-20 yaşında elə bilirdim 40 qocalıqdır şeiri var. O mənə bu dönəmlər, bu 30'lu kişilərin 30'lu yaşları özlərinin qoca hiss elədiyi yaşları olur. O mənə bu dönəmlərdə çox belə təsir edən şeylərdəndir ki, doğrudan da biz məktəbdə oxuyanda bizim 12 yaşımızda elə bilirdik ki, 30 yaşda, oyda, 30 yaşı var, onun söhbətini eləyə bilirdik. Amma indi gəlib 30 yaşı çatmışsan ki, baxırsan ki, hələ eləməli olduğun çox şey var. Ona görə biraz o şeir mənim şeyimə daha uyğundur. Mən də tövsiyə edirəm ki, mən həmişə qısa kitabları tövsiyə edirəm ki, rahat olsun. George Orwellin Heyvanistan əsərini oxusunlar. Çox möhtəşəmdir. Mən oxuyuram. Oldu, təşəkkür edirəm. Sağ olun, təşəkkürlər.